dini bayramımız, ümumi İslami bayramımız 2 dənədir. Qurban bayramı, bir də Fitr bayramı. Ümumi İslami bayram, Eid 2 dənədir. Qurban bayramı, Fitr bayramı. İkinci, buna deyirlər ümumi İslami bayramlar. İkinci, məzhəbi bayramlar var. Hər bir məzhəbin özünə məxsus bayramları. Məsələn, bizim bayramımız Nime-i Şaban, İmam-ı Zamanımızın anadan olan günü, Əli Aleyhisselamın anadan olan günü, Xanım Zəhranın Mövlud günü, bunlar bizə məxsusdular. Şübhəsiz ki, onlar yalancıdırlar. Onlar həm öz günah yüklərini və həm də onlarla yanaşı neçə yükləri də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər.